Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Ve sallallahu ala nebiyyina Muhammedin ve ala alihi ve ashabihi ecma'in. Amma ba'd. Həmişə olduğu kimi hər şeydən öncə həmd olsun aləmlərin Rəbbi olan Allaha. Və Allahın salamı olsun bütün peyğəmbərlərə, onların sonuncusu olan Muhammedə sallallahu aleyhi və səlləmə. Belə bir sual var. Sualda keçir ki, biz neçə illərdir ki, ailə qurmuşuq. Lakin övladımız olmur. Özümüz də ibadət əhliyik. Bəzən yaxın qohumlar və qonşular bizə deyirlər ki, filan pirə və ya filan qəbrə gedib, oradan övlad istəyin. Düzdür, biz bilirik ki, belə yerlərə getmək və qəbirlərdən istəmək şəriətdə icazəli deyil. Lakin insan bəzən aciz qaldıqda şeytan vəsvəsə verir. Və fikirləşirsən ki, bəlkə gedib həmin qəbirdən istəsək, övladımız olar. Bu barədə bizə nə kimi tövsiyələr edərdiniz? Belə vəsvəsələr qarşısında necə davranmalıyıq? Sualın cavabına keçməmişdən öncə istəyərəm ki, Allahın kitabı haqqında qısa bir məlumat verəm. Əslində, bu məlumatı verməkdə Allahın kitabı haqqında məqsədim var. Siz də görəcəksiniz inşallah. Elə sualın cavabı bu kitabın içərisində olan ayətlərlə olacaq inşallah. Uca Allahdan dilərəm ki, Allah subhanahu wa ta'ala həmin bu sualın sahibi üçün, həmin bu dərsi dinləyənlər üçün faydalı etsin. Allah-u Teala özümə də faydalanmağı nəsib etsin. Baxın, əziz müsəlmanlar, Allah subhanahu wa ta'ala elə bir kitab nazil edib ki, yəni Quran-ı Kərimi, bütün bəşəriyyətin xeyri üçün, bütün bəşəriyyət üçün həmin o kitabda çoxlu faydalar vardır. Və bütün insaniyyətin doğru yolda olması üçün, haqq üzərində olması üçün elə bir kitab nazil edib ki, Subhanahu Teala. Üstəlik, həmin o kitabda nə kiçiyi, nə böyüyü gözdən qaçırmayıb. Uca Rabbimiz bu xüsusda buyurur ki, Mə farratna fil kitabi min şey. Biz kitabda heç bir şey gözdən qaçırmadıq. Yəni Quran-ı Kərimdə. Sualın cavabına gəldikdə Uca Rabbimiz öz Kərim olan kitabında buyurur ki, ayəti oxumamışdan öncə sual nə cür idi? Sual o cür nə idi ki, biz ailə qurmuşuq, lakin övladımız olmur. Subhanallah. Allah subhanahu wa ta'ala bütün bəşəriyyəti yaratmamışdan öncə bilirdi ki, belə insanlar olacaq. Axı, onların Rəbbi Allahdır. Axı, bütün insanlar Allahın quludur. Və bilirdi ki, bu cür nə insanlar olacaq, bu cür nə proseslər baş verəcək. Elə bundan dolayı Allah-u Teala bu cür nə belə bir kitab nazil edib. Necə ki, biraz öncə bu haqda danışdıq. Fikir verin, subhanallah, bu sualın ətrafında oxuyacağım ayətlərə. Həmçinin oxuduqdan sonra bu ayətləri fikirləşmək lazımdır. Təfəkkür və tətədbür etmək lazımdır. Uca Rabbimiz bu xüsusda buyurur ki, Əfələ yətədəbbərunəl Qur'anə əm alə qulubin əqfəluhə. Onlar Quranı təfəkkür etmirlərmi? Tətədbür etmirlərmi? Yoxsa qəlblərində qıfıl mı var? Allah qorusun. Sualın cavabına keçirik Allahın izni ilə. Uca Rabbimiz buyurur ki,
Lillahi mulkus semavati vel ard. Göylərin və yerin hökmranlığı Allah'a məxsusdur. Diqqətli olun. Göylərin və yerin hökmranlığı Allah'a məxsusdur. O istədiyini yaradır. O istədiyini yaradır. Diqqət edin. İstədiyinə qız övladları, istədiyinə oğlan övladları bəxş edir. Sonra buyurur ki, Subhanahu wa Ta'ala, yaxud həm oğlan, həm də qız övladları yetirir, verir, nəsib edir. İstədiyini də sonsuz edir. Subhanallah. Ayetin sonuna fikir verin, nə cürə tamamlanır? İnnehu alimun qadir. İnnehu alimun qadir. Həqiqətən o biləndir, qüdrətlidir, qadirdir. Gəlin bu ayəti yaşayaq. Görək ki, bu sualın sahibi nə cürə bir sual verib. Və Allah Subhanahu wa Ta'ala o sualın cavabını cavablandırır sanki. Belə sualların çoxdur. İstərsə bunu kimi, istərsə buna oxşar. Bütün sualların cavabları əslində Quran-ı Kərimdə vardır. Biraz önce dediyim kimi, bu kitab elə bir kitabdır ki, Subhanallah, insanın dünyaya gəlməmişdən öncə, ana bətninə düşdükdən ta dünyaya gəlməsi, bu dünyada yaşaması və bu dünyadan köçməsi, sonradan dirilməsi, bütün məsələlər haqqında xəbər verilmişdir. Allah Teala buyurur ki, Lillahi mulkus semavati vel ard. Yerlərin və göylərin hökmranlığı Allah'a məxsusdur. O istədiyinə oğlan, istədiyinə qız, istədiyinə həm oğlan, istədiyinə həm qız verir. Həm oğlan, həm qız. İstədiyini də sonsuz edir. Sizcə, niyə görə bu ayə bu cürə tamamlandı? İnnehu alimun qadir. Həqiqətən Allah biləndir və qüdrətlidir. Allah Subhanahu wa Ta'ala qüdrətlidir, şübhəsiz ki, qüdrətlidir. Hər bir şeyə qadirdir. Ümumiyyətlə, Allah Subhanahu wa Ta'ala istənilən bir məsələyə yalnız və yalnız ol deyir. O da dərhal olur. Yəni, ayənin bu cürə bitməsində hikmət odur ki, Allah qadirdir evlad verməyə. Lakin bunun müqabilində Allah hər şeydən xəbərdardır. Hər şeyi bilir. Ola bilsin ki, həmin bu övladı olmayan insanların övladlarının olmamasında onlar üçün xeyirlər vardır. Yüzlərlə. Həmin o ata-ana üçün minlərlə xeyirlər var. Ki onların xəbəri yoxdur. Lakin Allah bilir. Bir misal verəcəm. Deyək ki, ailə qurublar, dünyaya uşaqları gəlib. Həmin uşaq anadan gəlmə, deyək ki, elə bir xəstəliklə dünyaya gəlib ki, Allah qorusun, şikəstdir misal üçün. Uşaq özünü idarə edə bilmir. Uşaq özünü idarə edə bilmir. Diqqətli olun. Subhanallah, həmin valideynlərin gözünün önündə gündən günə o uşaq nədir? İnkişaf edir. Və böyüyür. Həmin o uşaq o ata-ana üçün gözdağı olacaq. La ilahe illallah. Ürəkləri az qala ki yerindən çıxacaq. Bəzi anlar olacaq ki, həmin o valideynlər təmənnə edəcəklər. Dillərinə gətirməsələr də qəlblərində düşünəcəklər ki, kaş ki bu uşaq olmazdı. La ilahe illallah. La ilahe illallah. Sizcə niyə görə? Ona görə ki, təmənni edəcəklər, həm özləri yorulacaq, ata və ana, həm o uşaq özü əziyyət çəkəcək. Deyək ki, elə bir xəstəlikdir ki, ömür boyu deyək ki, yorğan döşəkdə qalacaq. Allah qorusun. İndi sizcə bunu öncədən Allah bilirmi? Yoxsa yox? Cavab olaraq bəli. Allah hər şeydən xəbərdardır. Başqa bir ayədə Allah Teala buyurur ki, sizin xeyir düşündüklərinizdə zərər var, zərər düşündüklərinizdə xeyir var. Vallahu ya'lemu və entum la ta'lemun. Allah bilir, siz isə bilmirsiniz. Ona görə yəni insanın ailə qurduqdan sonra evladı olmursa bir müddətlik gərək buna görə nədir? Tələsməsin. Buna görə nədir? Səbirsizlik etməsin. Allaha dua et.
Allah'tan istesin. Bu mövzular hakkında inşallah ki biraz bundan sonra danışacağıq. Bu birinci mesele. Yani bu meselenin birinci tarafı. Biz öğrendik ki bu ayədən Allah Subhanahu wa Taala yerlerde ve göklerde ne varsa her bir şey Allah'a məxsusdur. Allah istediğine kız verir, istediğine oğlan verir, istediğine hem kız hem oğlan, istediğini de sonsuz edir. Allah feillerinde hikmet sahibidir Subhanahu wa Taala. Allah qadirdir mi evlat vermeye? Bəli, qadirdir əlbəttə ki. İnnehu alimun qadir. Lakin elm sahibidir. Bütün olanlar ve olacaklar hamısı Allah'ın elmi bütün meseleleri ehate edir Subhanahu ve Taala. Sonra suala geldikdə ki, bəzi qohumlarımız, qonşularımız bizə deyirlər ki, filan qəbirlərə gedin, filan pirlərdən isteyin, ola bilsin ki, sizin evladınız olar. Subhanallah. Subhanallah. Allah Subhanahu wa Taala qullarını yaxşı tanıyır. Allah qullarını yaxşı tanıyır. Allah yarattıqlarından xəbərdardır. Subhanahu wa Taala. Nə cür xəbərdar olmasın ki, axı onları o yaradıb. Və onların nəfslərində nəylər baş verirsə, Allah hər bir şeydən xəbərdardır. İnnehu alimun bidati sudur. Allah sinələrdə olanlardan xəbərdardır. İnsanların sinələrində, qəlblərində, ürəklərində nə varsa, hamısından xəbərdardır. Fikir verin, sizə Fatir surəsindən bir neçə ayətləri oxuyacağım. Subhanallah. Belə deyək, elə bilin ki, həmin o qadın və yaxud o kişi, istərsə ata, istərsə ana, gediblər istənilən bir qəbirin yanına. Kimin qəbri olursa olsun. Bu vaxtda danışacağıq inşallah. Muhammed sallallahu aleyhi ve sellemin, Abu Bakr'ın, Omar'ın, Osman'ın, Əlinin, Həsənin, Hüseynin, radiyallahu anhum cəmiyyən, Allah hamısından razı olsun. Və digər peyğəmbərlərin sahibi kim olursa olsun, gediblər o qəbirin yanında dayanıblar. Fikir verin. Və oradan övlad istəyirlər. Oca Rabbimiz Subhanallah 15 əsr bundan öncə görün nə cür əzəmətli ayətlər nazil edib. Buyurur ki: "Vellezine ted'un min dunihi ma yemlikuna min qitmir." Sizin ondan başka yalvardıklarınız xurma çərdəyinin nazik pərdəsinə belə sahib deyirlər. Fikir verin. Bir nəfər gəlib qəbirin üzərində dayanıb və o qəbir sahibindən övlad istəyir. Allah Subhanahu wa Taala buyurur ki, sizin ondan başka yalvardıklarınız xurma çərdəyin özü deyil, nazik pərdəsinə belə sahib deyirlər. Qıtmir ərəb dilində, qıtmir bilsin nə deməkdir? Xurma çərdəyi. Dikkat edin. Bismillah. Bakın bu çərdəyin özüdür. Bakın bu çərdəyidir. Bunun üzerinde ne var? Perde var. Bismillah. Fikir versiniz. Bu perdeye fikir verin. Bu xurmanın üzerinde olan çərdəy, bu çərdəyin üzerinde olan, özür istəyirəm, nədir? Pərdədir. Oca Rabbimiz buyurur ki, sizin Allah'tan qeyrilərinə dua etdikləriniz, yalvardıklarınız, hansı ki övlad istədikləriniz və yaxud başqa ehtiyaclarınız istədikləriniz buna belə malik deyirlər. Baxın, buna belə malik deyirlər. Ümid edirəm ki, fikrimi çatdıra bilirəm. Davam edirik. Oca Rabbimiz buyurur: "İn ted'uhum la yesma'u du'aakum ve law semi'u mestecabu lekum." Eğer siz onları çağırsanız, onlar sizin duanızı eşitmezler. Eşitseler bile size cevap verebilmezler. Ümumiyyətlə, biraz haşiyə çıxacağım burada. Övlad meselesi elə bir meseledir ki, Subhanallah. Övlad meselesi elə bir meseledir ki, yani bütün dünya bir araya gelseler, bize yani belə deyək də, sual verirsə ki, ölülər mi qadirdir, yoxsa dirilər mi? Aqil olan insanlar deyəcəklər, dirilər əlbəttə ki. Misal üçün, mən yanımda bir nəfər diri insan var. Deyirəm ki, ay filan kəs, filan əşyanı mənə ver.
O eşidir məni, qadirdir Allahın izniyle, o mənə verməyə. Gedirəm qəbirə deyirəm ki, onu mənə ver, o eşitmir, görmür. Aqil insanlar deyəcəklər ki, dirilər daha qadirdir, nəysə etməyə, nəinki ölülər. Mövzumuz əslində bu deyil. Yəni bütün insanlar, diri insanlardan söhbət gedir. Bir araya gəlsələr ki, bir uşaq yaratsınlar. Ola bilsin ki, subhanallah, bəzi ölkələrdə olur bu. Uşağın maketini düzəldirlər. Suyunu. Hər hansısa bir məxluqu, hansısa bir quşu maket olaraq düzəldirlər. Lakin ona can vermək, ona ruh vermək məsələsi mümkün deyil. Kimsə eşidibmi ki, indiyənə kimi hansısa bir yerdə uşaq yaradıblar? Biraz önce dediyim ki, nədir? Maket olaraq düzəldiblər. Qəliflər var zavodlarda, fabrikalarda. Lakin can vermək, ruh vermək məsələsi bu aləmlərin Rəbbi olan Allaha məxsusdur. Subhanahu teala. Yəni bunu dirilər bacarmırsa, bunlar niyə görə danışıram? Bunu diri insanlar bacarmırsa, bütün dünya bir araya gəlsə, yaxşı ölülər nə cür? Subhanallah. Davam edirik. Uca Rəbbimiz buyurur ki, İn təd'uhum la yesma'u du'aakum. Əgər siz onları çağırsanız, onlar sizin dualarınızı eşitməzlər. Yaxşı deyək ki, eşidirlər. Eşitsələr belə sizə cavab verə bilməzlər. Yəni nə deməkdir? Sizə cavab verə bilməzlər bir mənada, sizin istəklərinizi sizə verə bilməzlər. Biraz önce dediyim kimi, diri insanlar bacarmırlar övlad yaratmağa. Ölü insanlar necə övlad verə bilərlər? Subhanallah. Fikir verin, Allah Subhanahu nə cür ayətlər nazil edib. Davam edirik. Ən təhlükəsi nədir? Allah korusun. İnsanın qiyamət günü peşman olacaq insan. İnsanın qiyamət günü peşman olması. Hansı məqamda? Və yevməl qiyaməti yəkfurunə bişirkikum və la yunəbbi'uka mislu xabir. Onlar qiyamət günü də sizin özlərinə ibadət etməyinizi və onları Allaha şərik qoşmağınızı inkar edəcəklər. Subhanallah. Heç kəs hər şeydən xəbərdar olan Allah kimi sənə xəbər verə bilməz. Müsibət arasındadır, Allah korusun. Qiyamət günü o insanlar hansı ki gedirdilər, qəbirlərdən istəyirdilər, pirlərdən istəyirdilər, mələklərdən istəyirdilər, peyğəmbərlərdən istəyirdilər, seyidlərdən istəyirdilər, Allah korusun. Qiyamət günü həmin o məxluqlar bunu inkar edəcəklər. Deyəcəklər, ey Rəbbimiz, bunlardan bizim xəbərimiz yox idi. Həqiqətən onların xəbəri yox idi, subhanallah. Onlar torpağın altında yatırlar, onların nə xəbər var idi? Baxın, müsibət o gün olacaq, Allah korusun. Peşmançılıq həmin gün olacaq. Allah-u Teala bizi o günün dəhşətindən qorusun. Dedi ki, istənilən, yəni qəbrin sahibi kim olursa olsun, mən özüm bilərəkdən ən yüksək, ən şərəfli insanlardan misal verirəm. Hansı ki, bütün insanların, bütün dünyanın tanıdığı insanlar. Muhammed sallallahu aleyhi ve sellem. Fikir versiniz, əşrafun nəs idi. Sallallahu aleyhi ve sellem. İnsanların ən şərəflisi. İnsanların ən çox Allah'tan qorxanı. Allaha ən çox yaxın olan bir insan idi. Sallallahu aleyhi ve sellem. Hətta o belə qadir deyil. Allahu akbar. Ondan aşağı insanlar nə cür bəs yaxşı? Sahabələr, salih insanlar, kim olursa olsun, kim olursa olsun. Yaxşı, mələklər nə cür? Mələklər. Cəbrail, İsrafil, Mikail, böyük mələklər. Ərşi daşıyan 8 mələk var. Peyğəmbərimiz sallallahu aleyhi ve sellem onların əzəmətli olması haqqında bizə xəbər vermişdir. Hədislərində. Nə cür əzəmətli mələklərdir. Hətta onlar belə. Dedik ki, nədir? Mələklər, peyğəmbərlər, imamlar, pirlər, seyidlər, kim olursa olsun, onların heç biri qadir deyil ki, insana övlad versin. İnsan subhanallah nə cür nə deyə bilər ki, gedin filan qəbirdən isteyin, orada ola bilsin ki, sizin övladınız olacaq. Allah korusun. Fikir verin, həmin bu surədə, Fatır surəsində Uca Allah ağıl və bəsirət sahiblərinə yenidən müraciət edərək buyurur. Uca Allah ağıl və bəsirət sahiblərinə yenidən müraciət edir. Allah subhanahu teala buyurur ki, kör ilə görən eyni deyildir.
kör ile gören eyni değildir. Həmçinin zülmətlərlə nur da eyni değildir. Həmçinin kölgə ilə yandırıcı isti de eyni değildir. Fikir verin bu misallara, Allah'ın bu misallarına. 4 tane ayədir ardıcıl. Əslində bu ayətlərin bu cürünə tərtiblə gəlməsində Allah'ın hikməti var. Özü bilərəkdən bu misalları verib. Ardınca buyurur ki, Subhanahu wa Ta'ala, bu ayətlərin ardınca buyurur ki, وَمَا يَسْتَوُ الْأَحْيَاءُ وَلَا الْأَمْوَاتِ Dirilərlə ölülər də eyni deyirlər. Dikkatli olun. Yani Allah Subhanahu wa Ta'ala buyurur ki, ne cür ki kör adamla gören adam eyni değilse, ne cür ki zülmətlərlə nur eyni değilse, ne cür ki kölgə ilə isti eyni değilse, eləcə də ölü ilə diri eyni değil. Subhanallah. Eləcə də nədir? Ölü ilə diri eyni değil. Həqiqətən Allah'ın bu misallarında ne kadar nədir? Hikmətlər var. Ne kadar hikmətlər var. Biraz önce dediğim gibi Allah Subhanahu wa Ta'ala hansı ki o ayetleri nazil ettikdə insanlar düşünsünlər diye, insanlar fikirləşsinlər diye, insanlar təfəkkür etsinlər, tətədbir etsinlər. Vallahi insanların tek yeganə bir yolu var. Həmin yol nədir? Allah'ın kitabına qayıtmaq, Peyğəmbərin sallallahu aleyhi ve sellemin sünnəsinə dönmək. İstənilən insan, kim olursa olsun, ne cür ne çətinliklər olursa olsun, ne cür ne insan ehtiyac sahibi olursa olsun, yeter ki Allah'tan istesin, Allah'a dua etsin. Heç vaxt insanlar Allah kimi ola bilməzlər. Bunu fikirləşmək lazım. Bunu fikirləşmək lazımdır ki, heç vaxt insanlar Allah kimi ola bilməzlər. Ona göre Subhanallah, biz həmişə Allah'a üst tutmalıyıq. Həmişə Allah'tan istəməliyik. Həmişə Allah'a dua etməliyik. Həmişə öz zəlilliyimizi Allah'ın önündə etiraf etməliyik. Öz acizliyimizi, heç bir şeye qadir olmamağımızı deməli ki, ya Rabbi, ey Rabbimiz, biz heç nəyə qadir deyilik. Biz heç nə edə bilmərik. Yaradan sənsən, öldürən sənsən. Allah-u Teala, Subhanahu Teala kəramət sahibidir. Allah yerlərin və göylərin sahibidir. Allah gecəni gündüzə qatır, gündüzü gecəyə qatır, ölüdən diri, diridən ölü çıxarır. Bizim Rəbbimiz əzəmətli xaliqdir, əzəmətli Rəbdir. Ancaq Allah'ın haqqıdır ki, Allah'a ibadət olunsun. Yenə sonda üzümü tuturam bu sualın sahibinə və hansı ki bu səsimi eşidən insanların hamısına övlad verməyə yalnız və yalnız Allah qadirdir. Övlad verməyə Allah qadirdir. Allah'tan gerisi kim olursa olsun övlad verməyə qadir deyil. Nəinki övlad. Bütün məsələlər nədir? Allah'ın əlindədir. Yerlərdə və göylərdə nə varsa hamısı Allah'a məxsusdur. Ona göre biz bütün məsələləri, bütün ehtiyaclarımızı Allah'tan istəməliyik. Uca Allah'tan dilərəm ki, Allah Subhanahu Teala eşitdiklərimizi bizim üçün faydalı etsin. Allah Teala bizlərə hidayət versin. Bizi doğru yol üzərində sabit etsin. Her zaman Allah'tan isteyenlerden etsin. Subhanakallahumma bihamdik. Eşhedü en la ilahe illa ente estağfiruka ve etûbü ileyk.